"Mən artıq ölümə çevrildim, dünyanın qatilinə." Bu sözləri 1945-ci ildə ilk atom bombası sınağından sonra layihənin atası Robert Oppenheimer pıçıldayırdı. O bəşəriyyəti qurtaracağını düşünürdü, amma əslində dünyanı hər an məhv ola biləcək bir barıt çəlləyinə çevirmişdi. Robert Oppenheimer bu kəşfinə görə ömrünü peşmanlıqla başa vurub. Nüvə silahı insan tarixində yaradılmış ən güclü və ən qorxulu silahdır. Təsəvvür edin, bir düyməyə basılır və cəmi bir neçə dəqiqə ərzində milyonlarla insan həyatı məhv olur. Onun gücü elə böyükdür ki, tək bir bomba bütöv bir şəhəri xəritədən silə bilər. 1945-ci ildə Amerikanın Yaponiyanın Hiroşima və Nagasaki şəhərlərinə atdığı bombalar bunun sübutu idi. Bugün isə dünyada nüvə silahına sahib olan ölkələrin sayı çox azdır. Amma onların hər biri bütün bəşəriyyət üçün potensial təhlükə hesab olunur. Bəs hazırda hansı ölkələrin nüvə silahı var? Dünyada nüvə silahını yaradan ilk ölkə Amerika olub. Bu silah Manhattan adlı gizli layihə çərçivəsində hazırlanmışdı. Amerika nüvə raketlərini qurudan, havadan və sualtı qayıqlardan buraxa bilən nadir ölkələrdəndir. Buna hərbi dildə nüvə üçlüyü deyilir. Nüvə silahına görə dünyada ən böyük arsenalı isə Rusiyaya məxsusdur. Soyuq müharibə dövründə Amerika ilə nüvə yarışına girən Sovet İttifaqı minlərlə bomba hazırlamışdı. Sovetlərin hazırladığı çar bombası o qədər güclü idi ki, partlayışın dalğası yer kürəsini tam 3 dəfə dövr etmişdi. Bilirsinizmi, dünyadakı cəmi nüvə başlıqlarının təxminən 90%-i yalnız iki ölkənin, Rusiya və Amerikanın əlindədir. Rusiya 5500-dən çox, Amerika isə 5000-ə yaxın nüvə başlığı ilə dünyanı dəfələrlə külə çevirmək gücündədir. Asiyanın ən güclü dövlətlərindən biri olan Çin, 1964-cü ildə ilk nüvə sınağını həyata keçirib. Bugün Çinin təxminən 400-dən çox nüvə başlığı olduğu ehtimal edilir. Analitiklərə görə Çin hazırda ən sürətlə nüvə arsenalını artıran ölkələrdən biridir. Avropada nüvə silahına sahib olan iki əsas ölkə var. Bunlardan biri Fransa, digəri isə İngiltərədir. Fransanın təxminən 290, İngiltərənin isə 225 nüvə başlığı olduğu bildirilir. Cənubi Asiyada isə iki böyük rəqib ölkə nüvə silahına malikdir. Bunlar Hindistan və Pakistandır. Hər iki ölkə 1998-ci ildə ardıcıl nüvə sınaqlarını keçirdi və dünya böyük gərginlik yaşamışdı. Bu iki ölkənin birlikdə təxminən 350-dən çox nüvə başlığı olduğu bildirilir. Dünyanın ən qapalı ölkələrindən biri olan Şimali Koreya da nüvə silahına sahibdir. Bu ölkə ilk nüvə sınağını 2006-cı ildə həyata keçirib. Bugün onun 30-50 arası nüvə başlığı olduğu ehtimal edilir. Şimali Koreya tez-tez raket sınaqları keçirdiyi üçün dünya siyasətində ən çox müzakirə olunan ölkələrdən biridir. Cənubi Afrika Respublikası dünyada nüvə silahı hazırlayıb, sonra isə ondan könüllü imtina edən yeganə ölkədir. Nüvə silahının istifadəsi yalnız bir neçə ölkənin deyil, bəşəriyyətin mövcudluğunu təhlükə altına salır.